17 ildən sonra Azərbaycan cüdoçuları Tbilisini fəth etməyə çalışacaqlar. Sabah burada növbəti Avropa çempionatı start götürür və milli komandanın heyətində çox güclü idmançılarımız var. 2 olimpiya çempionumuz Hidayət Heydərov, Zelim Kaçoy və digər güclü cüdoçularımız. İndiyənədək Azərbaycan cüdosunun tarixində 9 nəfər Avropa çempionları olub. Onlardan ikisi indiki heyətdə var. Hidayət 4 dəfə çempion olub, Zelim Kaçoy isə 1 dəfə. Və digər indiki heyətin cüdoçuları istəyirlər ki, tarixdə 10-cu və yaxud da 11-ci olsunlar. Onların hər birinə uğurlar. Doğrudan da bu dəfəki milli komanda heyəti çox güclüdür. Bunu rəqiblər də bilir, bunu mütəxəssislər də qeyd edir. Sadəcə olaraq necə deyirlər, bəxt amili, mən qədər ola bilər hakimlik bizə ya kömək, ya da mane ola bilər. İnşallah yarışlara diqqətlə baxacağıq. Gözünüz bizdə olsun. Azərsport bu yarışı işıqlandıracaq və əlindən gələni edəcək ki, sizin üçün maraqlı reportajlar hazırlayaq. Bütün idmançılarımıza uğurlar.